Salam dəyərli dostlar. Bugünkü mövzumuzda, qısa mövzumuzda vurğusu dəyişməklə leksik və qrammatik mənası dəyişən sözlərdən danışacağıq. Hansı ki, təkcə vurğunu dəyişirik və vurğunu dəyişməklə həm sözün leksik mənası dəyişir, həm də ki, sözün qrammatik mənası, yəni ki, mənsub olduğu nitq hissəsi baxımından dəyişir. Məsələn, satirik sözü var. Əgər vurğunu ikinci hecəyə qoysaq, satirik desək, o zaman satira yazan insan başa düşülür. Ancaq sonuncu hecəyə qoysaq, satirik əsər sifət kimi, belə deyək, nəzərə alınacaq. Akademik sözündə, əgər biz üçüncü hecəyə qoysaq, akademik desək, bizim akademiklər isim kimi o götürüləcək. Ancaq sonuncu hecəyə qoysaq, akademik desək, o zaman necə sualına cavab verib sifət kimi götürəcəyik. Lirik deyəndə, bizim liriklərimiz, yəni ki, lirik əsər yazan insan nəzərdə tutulur, isim. Lirik əsər deyəndə isə artıq burada sifət olaraq götürüləcək. Necə əsər? Klassiklərimiz, yəni bizim klassiklərimiz isim kimi var deyək ki, klassik əsər, necə əsər. Və yaxud da ki, romantik sözündə bizim romantiklərimiz var deyək ki, romantik əsər, necə əsər. Sonra zərf və sifət kimi dəyişən sözlərimiz var. Əgər biz mütləq sözündə vurğunu ilk hecəyə qoysaq, mütləq, yəni bu iş mütləqdir, yəni şübhəsizdir. Bir var deyirəm ki, mütləq, yəni ki, qəti şəkildə burada artıq sifət olaraq götürüləcək. Dimdik sözündə dimdik desək sifət olacaq, dimdik, bir var dimdik, burada isə isim kimi götürüləcək. Bəzən sözündə birinci hecəyə qoysaq, bəzən, yəni arada bir, amma ikinci hecəyə qoysaq, bəzənmək feil kimi götürüləcək. Barı sözündə sonuncu hecəyə qoysaq vurğunu, barı, divar, hasarı mənasında götürülür. Birinci hecəyə qoysaq isə, barı yada sal məni, yada sal məni. Burada isə ədat kimi götürüləcək. Növbəti videoda görüşənədək.